Hər birinizə salam. Bu videoda Dünya bir pəncərədir adlı tədbirimizin qısa görüntüləri ilə sizlərin qarşısındayım. İlk olaraq tədbir başlamazdan əvvəl səsləndirəcəyim bir neçə sözü və şeiri təkrarlayıram. Tədbir saatı gəlib çatır və nəhayət tədbir başlayır. Bu hissədə tədbirimizin dəvətnaməsi ekranda əks etdirilir. Bir neçə uşaq öz təqdimatını bitirdikdən sonra mən də şeirimi dedim. Dedim, ikiz görkəmi görkəmi, bu milli görkəmdir, ərlərə örkəmdir, arxadan vurulmayan Türk olur, Türkəmdir. Dedim, oldu obaların tənnədi, bir aləm İstanbul'un görkəmi, Topqapını Topqapına deyləmi, Topqapı görkəmdir, seçilmədim səmimi, gözlərində qorxu yox, Türk olur, Türkəmdir. Dedim, neysin ayrıldı buyruğunu, bayrağına aynak sürüş ordunu, tarihində nə deməkdir buyruğunu, tarihdə ilk əmridir, uludur ölkəmdir, Atatürk'ün oğluna, Türk olur, Türkəmdir. Bu hissədəki videoçarxda unudulmaz şəhidlərimizin tarix boyu yaddaşları həkk olduğu və heç vaxt unudulmadıqları göstərilir. Eyni zamanda tədbirimizdə çalgı alətləri ilə ifa edən və səhnəcik düzəldən şagirdlər də yer almışdı. Tədbirimizin ən maraqlı hissələrindən biri də Viktorina hissəsi oldu. Viktorinada iştirakçılara və qonaqlara müxtəlif suallar verdik və onlar da həmin sualları cavablandırmağa çalışdılar. Azərbaycandan ayrılan sürələrə Sovet dövründə xüsusi komitə yerləşdirilmiş və o komitənin əsas məqsədi Qarabağ Azərbaycandan ayrılmaq olduğunu hər kəs bilir. Ona görə məhz orada 30 il bizim tarixi yerimizi hədəfləyən Bu videoluqda belələr. Gələn videolarda görüşərik.